Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, fevralın 22-si Bakıda və Abşeronda havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə çiskin olacağı, axşam isə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək, temperatur gecə 3-6, gündüz 9-14 dərəcə isti olacaq. Naxçıvanda gün ərzində yağış, axşama doğru bəzi yerlərdə qar yağacaq, temperatur 5-7 dərəcə isti olacaq. Azərbaycanın bir çox rayonlarında hava yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə arabir yağış yağacaq, ayrı-ayrı yerlərdə intensiv olacaq, dağlıq rayonlara qar yağacaq, gecə və səhər duman gözlənilir, mülayim qərb küləyi əsəcək. Temperatur gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə, şaxtadan 2 dərəcəyə qədər isti, gündüz 2-6 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.